Embrion və yapışdırıcı. Nə əlaqə? Embrion yapışdırıcı, yəni embrion glue nədir? Niyə istifadə olunur? Süni mayallama prosesində istifadə olunan xüsusi transfer mühiti kimi qəbul olunur. Onun əsas məqsədi embrionun endometriumun səthinə daha möhkəm bağlanmasına şərait yaratmaqdır. Tərkibində hyaluronan adlı maddə mövcuddur. Hyaluronan bədəndə təbii şəkildə olan polisaxariddir və hüceyrələrin yapışma qabiliyyətini artırır. Belə ki, embrion transferi zamanı embrion bu xüsusi mühitə yerləşdirilir və transfer sonrası embrionun endometrium hüceyrələrinə yapışması daha asanlaşır və implantasiya şansı artış olur. Tədqiqatlar göstərir ki, embrion glue bəzi qrup pasientlərdə hamiləlik göstəricilərini yüksəldə bilir. Xüsusilə də təkrarlanan uğursuz transferlərdən sonra uğur faizi daha da yüksələ bilir. Lakin unutmayaq ki, hər kəsdə eyni uğurlu nəticə olmaya bilər. Buna görə də bu metod əlavə dəstək kimi istifadə olunur. Əsas müalicəni isə əvəz etmir.